Gülnar xanım, sizin üçün Cahangir olmasaydı mən... Bu günləri daha da belə tanınmazdım. Aha, etiraf edirsiniz. Bəli, bəli. Çünki Cahangirlə o dadı, tamı, o şirinliyi, bu həyat dolu belə hər günü Cahangirlə tamamlayır. Bəs mənim dilimdən desən. Ay, indi bax, indi. Rahat yaşayardı. Sən nə deyirsən? Cahangir... Gülnar olmasaydı indi bax, Cahangir gözlə. rahat yaşayardı. Cahangir olmasaydı Gülnar deyir ki, mən bu qədər tanınmazdım. Bəs gəlin görək, növbətində nə yazılıb? Gülnar olmasaydı mən. Oturmuşum evdə rahat yatırdım. Necə gedərdi işlərin Cahangir? Belə deyim də, insanın həyatında rəngli bir dünyası olmalıdır. Mənim də rəngli dünyam Gülnar xanımdır. Hə, növbəti təqdim eləyək. Səhnəyə çıxmazdan əvvəl ən çox hər ikiniz cavab verəcəksiniz. Gülnar xanım, səhnəyə çıxmazdan əvvəl. Gülnar. Xırdalıq çox eləmə, özünü həyəcanlandırma, qorxma, yanındayam, nə də olsa böyründəyəm, dayağam sənə. Sən deyirsən, motivasiyalı sözlər. Daimi olaraq. Aha, bəs sən səhnəyə çıxmalı. Eyni sözü mən də hər zaman təkrarlamışam ki, mən orada oldum, olmadım, sən mənim üçün həqiqətən çox böyük bir fəxrlə Cahangiri izləyirəm, arxasındayam hər zaman. O cümləni tamamla görək. İbrahim, əslində olan adam kimi özü aparar. Səhnəyə çıxmazdan əvvəl ən çox bir-birinizə motivasiyalı sözlər deyirsiniz. Yəni deyirəm də hər zaman. Özü adam kim apar, sağa baxma, sola baxma. Gözüm üstündədir. Növbəti. Bir-birimizə ən çox dediyimiz söz. Nə deyirsən Gülnar? Bir-birinizə ən çox nə deyir? Deyiləsi deyil. Deyiləsini de. Nə bilim, o artıq o qədər söz deyir ki, hansını deyim bilmirəm. Nə deyirsən? Məsələn, səhər açıldı, getirsiniz hansısa bir şey. Məsələn, mən ən çox dediyim söz, mən Cahangirə həqiqətən öz adımdan, indi böyüklərimiz baxır, üzr istəyirəm, mən sənətkarım deyirəm Cahangirə. Yəni, belə. Ən çox sənətkarım deyir. Aha, bəs Gülnara sən nə deyirsən? Mənim ən məşhur sözüm başımın bəlasıdır. Vəssalam. Elə bu lazımdır bizə. Ondan böyük nə ola bilər şey? Adam öz çox istədiyinə deyir, başımın bəlası. Yəni, adam öz çox istədiyinə hər zaman başımın bəlası deyir. Sən necə çox istəyir səni. Növbəti. Tamaşası bizi görəndə ilk ağılına gələn. Alma, almaya bənzər, alma ağacı gözəl. Ən çox, yəni bu. Aha, bəs səncə? Elə birinci görəndə deyirlər, aha, gəlirlər, sevgilidirlər. Daima bu sözü eşidirəm. Qardaş, əl çəkin. Doğrunu dedi. Allah haqqı, hansı yola çıxıram, eşidirəm, qıraqdan. Məsələn, kimsə, bunlar sevgilidir ya. Məsələn, 2 dənə qadın, az, bunlar sevgilidir. Doyanım da. Belə düz deyil. Eynən. Növbəti. Bizim duetin sirri. Ən böyük sirri bir-birimizi qırmaq, amma heç vaxtda qırağa atmamaq. Yəni, mahnı üstündə o qədər dalaşmışıq. İnanın Allaha, studiyadan küsüb qaçmışıq. Təsəvvür elə. Sabahsı gün təzdən. Elə vaxt olub ki, amma bir dənə bir şey var ki, nə eləyirsə ortada yenə ortaq məxrəc gəlib, ortaya çıxır. Duetin əsas sirri də, önə getməyin sirri də olur. Bəs Gülnar xanım sizcə? Bizim duetin sirri, valla belə deyim də, Cahangirlə bir-birimizə biz çox sadiqik. Yəni, onun mənə dediyi hər bir söz mənim üçün, qanun. Sirriniz budur ki, sadiqliyiniz. Bəli. Bir də İbrahim, bir dənə də bir şey var, qıraqdan kiminsə müdaxilə eləməyə heç vaxt icazə verməmişik. Ən gözəl odur, bu dueti ayırmaq istəməz. Kimsə də nəsə deyəndə, deyirəm, inarsan, ondan betərdir o. Pisləyirəm ki, qoy sən deyən olsun. Onu da deyim ki, mənlə dalaşmaq istəyəndə deyirəm, sən deyəndir. Getdim yoluma. Bu dueti qoruyan sirr olaraq odur. Sunudur. Odur, əsas sirr odur, o qoruyur. Canım ay Cahangir, alaldı sana. Növbəti. Bir-birimizdən öyrəndiyimiz ən böyük dərs. Ən böyük dərs, o çətin günlərdə təkrarçılıq eləmirəm. O pis günlərdə bir-birimizdən ki, o necə ki, qəpik-qəpik qazanıb, əl-elə tutduq. Bir yerə, bir addım atdığa. Bax, ən böyük dərsimiz bizim o keçmişimizi unutmadıq. Yəni, ən böyük dərsimiz bizim oldu. Səncə? Ən böyük dərs belə oldu ki, belə deyim də, yəni qıraq hər hansı bir qüvvənin
bizim içimizə daxil olub bizim aramızı vurmamağa çalışması və heç kimin sözünə inanmamaq. Ən böyük dərs o olub ki, yəni deyilən söz ayrı olub, amma özündən eşitdiyimiz ayrı olub. Məndən də ondandır. Ona görə kim nə deyir, yenə deyirəm. Sən deyəndə də işimizi görürük. Vəssalam. Əla. Başqa variant yoxdur. Allah daim eləsin. Varsa növbətini təqdim edin. Bir sözlə duet ortağımı təsvir etsəm. Gülnar xanım, necə təsvir edərsən Cahangiri? Bir sözlə. Bir sözlə. Sən də, mən deməyəcəm. Qardaş, nə bilim. Nə? Ona bir sözlə duet ortağımı təsvir etsəm, yəni nə bilim abi, can bir, qan bir, yol bir, hətta elə bir təsvir eləyirəm. Amma bir sözlə mümkün deyildi onu təsvir etmək. Aha, bəs sən Çünki yol gedəndə də bir yerdəyik, çörək yeyəndə bir yerdəyik, gəzəndə bir yerdəyik. Yəni Maşallah. həqiqətən də açıq danışaq, həftələrlə olub ki, artıq yollarda qalmışıq. Yəni, Bir söz deyim, İbo. Onun mənim üçün təsviri yoxdur. Həqiqətən yoxdur. Mümkün deyil də. Necə mən onu təsvir edə bilərəm ki, onu mən təsvir edeyim belədir? Xeyr, təsvir edə bilmərəm. Allah. Növbəti. belə. Əgər bir gün solo oxusam, nə olar Cahangir bir gün solo oxusam? Biz oxuyuruq da, o da oxuyur, mən də oxuyuram. Amma efirlərdə görmürük sizi solo olaraq. Ya solo Hərdən görə bilərik, tez-tez yox. özümüz də istəmirik, açıq deyim. Oxusan nə olar? Birlikdə daha yaxşıdır. Cahangir, oxusan nə olar? Duet olmasın, solo olsun, nə olar? Heç bir fərq yoxdur yəni. Fərq yoxdur. Xeyr, Gülnar xanım da uğurlu olacaq, mən də uğurlu olacaq. Fərqi hiss eləməyəcəksən. Yox, mən açığın fərq deyim, əslində fərq çox olar. Çünki Darıxdırıcı olar mən üçün. çünki tamaşaçıları biz Cahangir bəylə ikimiz birlikdə tamaşaçı ikimizi Elə birlikdə qəbul sevib, elə qəbul eləyib deyə tək oxusaq, yəni o dad, o maraq olmayacaq. Mən qəmli oxuyacağam. Aha, depressiyada olarsan. Cahangirlər getdi qəmdər yazsın. Aha, depressiya Cahangir düşdü. heç fecinə də deyil. Aha. Amma mən hələ ki fikirləşmirəm, yəni oxumalı. İbrahim, bir söz deyim, məsəl üçün açıq deyim, nə? Hər hansı bir məclisə gedirik, Gülnar xanım yanımda olmayanda Allaha gözüm axtarıram. O qədər artıq alışmışıq ki, məclisə oluruq, tədbir oluruq. Azaz, bunlar deyəsən sevgilidir. O şayələrə son qoymaq üçün ailə qurmaq vaxtıdır. Bilirsən onu. Növbəti. Bilirik də. Bir-birimizə heç vaxt demədiyiniz, amma demək istədiyimiz söz. Bax, budur bax. Elə bir söz yoxdur. Ola bilməz. Vallahi yoxdur. Elə söz Ürəyimizdən nə yox. keçib demişik bir-birimizə. İnternetdə bir trend yayılmışdı, saç açma. Elə söz yoxdur. Var amma elə söz. Tamam, niyə elə söz yoxdur? Var amma elə söz. Yoxdur. Məncə. Yoxdur. Hər şeyi demisən. Gizlədəcəyimiz heç bir şey yoxdur. Gülnar xanım, sizə? Mənim, nə bilim, hər şey deyirəm Cahangirə. Bir-birimizə o qədər Amma xoş elə- cümlələr deyirik. İbrahim, məndən çox o deyir. Hə, Yəni sübut məndən eləyirəm, çox o az deyir. Demədiyiniz bir söz yoxdur. Yox, yaxşı da. Ömrə bir şey gizli qalsın. Sir saxlayın. Və sonuncu sualda təqdim edin. Sonuncu cümləni. Ən böyük arzumuz Səs qaldı. Belə həmçinin Gülnarla bağlı olsun. Və sizdə? Məndə də Cahangirlə bağlıdır. Arzular, Yaxşı, bu İbrahim, arzunun gerçəkləşməməsinə mane olan nədir? heç bir sadəcə vaxt zaman və salam. Nə qədər gözləyəcəksiniz? O artıq zaman göstərəcək. Onun başqa heç bir Pekasız qüvvə deyil. mümkün deyil. Bir tarixi, bir günü, ayı, ili yoxdur. Yox, xeyr. Tarixi ayı, ili, günü yoxdur, amma vaxtı, zamanı var. Gülnar xanım, doğum gününüz nə vaxtdır? Martın 8-i. Elə ən gözəl tarixdir elə. Həm xanımların günü, qadınların bayramı, həm də ki o Cahangir arzunun... ümumiyyətcə o bayramları sevmir. İbrahim- Qadının ümumiyyətcə günü olmur. O musiqini biz eşitmək istəyərdik. Musiqini bir dənə zəhmət olmasa verin. Zahar müəllim, hansı musiqidir ki, onu biz eşitmək istəyirik? İfa etdin ha indi? Hə.
Allah arzunuza çatdırsın.